Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə kiçik toy məclisi üçün belə səbət hazırlayacağıq. Şokoladların və səbətin özünün dizaynını və rəngini dəyişə bilərsiniz. Sadəcə bir fikir olaraq sizinlə paylaşıram. Mən qutunu özüm hazırladım. İstəsəz hazır qutudan da istifadə etmək olar. Alt hissəni taxtadan da hazırlamaq olar. Amma çalışın kardon qalın olsun. Və belə atlas parçam var. Səbətimizi onunla bəzəyəcəm. İstəsəniz əmək maçalkası da olar, yaxud kağız da olar. Alt hissəyə aboy yapışdıracağım ki, daha səliqəli olsun. Aboyun əvəzinə yenə parça da olar, fərqi yoxdur. Üst hissəni yapışdırandan sonra kənar hissədə yalnız bir tərəfi alt hissəyə qədər yapışdırdım. İstəsəz bunu etməyə də bilərsiniz. Yəni 4 tərəfini yapışdırmaq da olar, yaxud mənim kimi bir tərəfini qatlalamaq da olar. Amma onu da deyim ki, kənar hissələrin daha səliqəli olması üçün bütövlükdə parçanı qatlalamıram. Hissə-hissə kəsib yapışdıracağam və bu hissədə dekor olacaq və belə deyək, şokolad qutusunun tərpəməməsi üçün kley vurdum. Çünki birbaşa parça olanda şokoladı üzərinə yapışdıranda tərpənə bilir. Hansı hissədə dekor və yaxud da şokolad qoyacaqsınızsa, həmin hissəyə əlavə kley vurun ki, parça yerindən oynamasın. Və kənar hissələri 1 sm içəri qatlayıb belə səliqəli formada yapışdırmağa çalışın. Bu dəmir ayaqları müxtəlif formada yapışdırmaq olar. Mən həm şuruplayacağım, həm kleydən istifadə eləyəcəm. Ya belə universal kleydən istifadə eləyin, ya da dəmir kleyindən. Universal kley biraz gec quruyur. Ona görə silikon kleyi sadəcə belə deyək, sabitləmək üçün istifadə eləyirəm. Yəni əyilib qopa bilir. Çünki 2-3 saata tam quruyur. Hətta 4 saat da gözləyirəm bəzən. Və əlavə olaraq yenə də şuruplarla dəstəkləyirəm. Şokoladı yığmaq üçün penoplastı hazırda almaq olar. Özünüzdə listdən alıb hazırlaya bilərsiniz. Və şokoladımızı eyni dekorla parça istifadə eləyəcəm. Bu parçanın əvəzinə əmək maçalkası da olar, kağız da olar, fərqi yoxdur. Üst hissəyə doğru daha çox parça saxlayıram. Alt hissə onsuz da aşağıda qalacaq. Ora biraz
2-3 sm çıxıntı olsa kifayət eləyir. Bu mərtəbələrin sayını zövqünüzə uyğun olaraq artıra da bilərsiniz. Tam quruyub bərkidikdən sonra şokoladlarımızı düzməyə başlayacağım və şokoladları belə birbaşa düzə bilərsiniz. Biraz da fərqli və gözəl görüntü üçün zərli əmək maçalkası var. Ondan zərli lent formasında kəsib yapışdıracağım. Əgər əlinizdə belə lent yoxdursa, adi atlas lentdən də istifadə eləmək olar. İki formada bəzəyəcəm. Birbaşa bütün şokoladların üzərini örtməklə, ikinci forma isə hər şokoladı ayrı-ayrı lentə bükməklə ikinci formanı da göstərəcəm və şokoladlarımızı düz deyil, biraz maylı formada yapışdırıram. Şokolad xonçamız hazırdır. İndi isə dekoru hazırlamağa başlayacağım. Adətən papaq formasında istifadə olunan dekoru kağızdan hazırlayacağım. Belə qalın kağız götürün. Bu vatmandan da qalındır. Baxın, yaxından göstərmək istəyirəm vatmandan fərqin. Kardon kağız desəz, məktəbi ləvazimatı olan yerdən böyük list formasında satılır, əldə eləyə bilərsiniz. İlk olaraq adi vərəqə çəkəcəm, daha sonra kardon kağız üzərində çəkəcəm. Və bu formada çəkməyimə baxmayın. Son olaraq yenə qatdalayıram. Simmetrik fiqurlarda hər zaman qatdalayıram ki, daha dəqiq olsun ölçülər. Simmetriya daha doğrusu daha dəqiq olsun. Amma çəkəndə təxmini olaraq elə birbaşa şəkil çəkirəm. Kəpənəkdir, budur və digər simmetrik dekorlarda ortadan qatdalayıb istifadə eləyin.
Son olaraq broşumuzu da yapışdırdım və dekor papağımız hazırdır. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın.